Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri davam etdirilir. Bu görüşlərin məqsədi vətəndaşların problemlərini yerində araşdıraraq operativ həll etməkdir. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti səyyar qəbulunu Hacıqərvət kəndində keçirib. Görüşdə rayon polis şöbəsinin rəisi, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri, aidiyyəti idarə və xidmət rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. İcra başçısı əvvəlcə şəhid abidəsini ziyarət edərək gül dəstələri qoyub. Rayon rəhbəri ölkədə sosial-iqtisadi inkişaf, kənddə aparılan işlər, əhalinin təminatı və mövcud sosial obyektlərin durumu barədə məlumat verib. Bildirilib ki, kəndin 1271 hektar ərazisi, 684 təsərrüfatı və 2865 sakini var. Ərazidə məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, ticarət obyektləri və 14 subarteziyan quyusu fəaliyyət göstərir. Sakinlər əkinçilik və maldarlıqla məşğuldur. Son illər kəndarası yolların təmiri, su arxlarının lildən təmizlənməsi, yaşıllaşdırma və ərazinin abadlaşdırılması istiqamətində işlər görülüb. İcra başçısı Rəqəmsal İcra Hakimiyyəti platformasının üstünlüklərini sakinlərin diqqətinə çatdırıb. Erkən nicah və narkotiklərlə mübarizə mövzularında maarifləndirmənin vacibliyini vurğulayıb. Sakinlər bir sıra məsələlərlə bağlı müraciət ediblər. Ağacların budanması, yolların təmiri, arıqların yenilənməsi, torpaq mübahisəsi, elektrik xətlərinin kabelləşdirilməsi və digər məsələlər. Qaldırılan problemlərin həlli üçün aidiyyatı qurumlara tapşırıqlar verilib. Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Dilbər Vüqar qızı, Bölgə TV.